Cismin hərəkəti zamanı malik olduğu enerjiyə kinetik enerji deyilir. Zaten kinema sözü oradan gəlib hərəkət deməkdir. Kinetik enerji mv kvadratı böl 2 düsturu ilə hesablanır. Kinetik enerji. Kinetik enerji hesablanır. Y kinetik bərabərdir. Mv kvadratı böl 2 düsturu ilə hesablanır. Bunu digər düsturlarla əlaqələndirə bilərik. Çünki bayaq biz düstur keçdik. İmpulsun düsturunu keçdik. P bərabər M böl V. Buradan V'ni tapa bilərik. P bölünsün M. Bu iki tənliyi burada yerinə yazsaq, kinetik enerjinin digər düsturlarını ala bilərik. Belə ki, kinetik enerjinin bu düsturu olacaq. Y kinetik bərabərdir. Mən bu V kvadratını yazıram ki, MV vurulsun V bölünsün 2 düsturu ilə yazıram. MV bizdə bu P'dir. Olacaq PV bölünmüş 2. PV bölünsün 2 olacaqdır. Çünki MV bizə impulsu verir. Sonra burada V'nin yerinə P bölü M yazıram. P bölünsün M bölünsün 2. Onda olacaq P kvadrat böl 2. Deməli, əlavə olaraq kinetik enerjinin 1 PV böl 2, bir də ki P kvadrat böl 2M düsturu da oldu. Kinetik enerji müsbət skalyar kəmiyyətdir. Müsbət skalyar kəmiyyətdir. Kinetik enerjinin vahidi 1 jouldur. Kinetik enerjinin vahidi 1 jouldur. 1 joule nəyə bərabərdir? Kütlənin vahidi burada kiloqramdır. Sürətin vahidi də metr böl saniyədir. Onun da görürük ki, burada kvadratı var. Onda olacaq kiloqram vur metr kvadrat böl saniyənin kvadratı olacaq. Deməli, 1 joulun açılışı oldu kiloqram vur metr kvadrat böl saniyə kvadratı. Digər vahidlər də var. Məsəl üçün var 1 millijoule. 1 millijoule 10 üstü mənfi 3 jouldur. Var 1 mikrojoule. 1 mikrojoule 10 üstü mənfi 6 jouldur. 1 nanojoule var. 1 nanojoule 10 üstü mənfi 9. 1 kilojoule var. 1 kilojoule 10 üstü 3 jouledur. 1 megajoule ise 10 üstü 6 jouledur. Beləliklə, bunlar kinetik enerjinin vahidləridir. Düstura baxsaq görərik ki, kinetik enerji sürətin kvadratı ilə kvadratik aslıdır. Cismin kütləsi ilə düz mütənasib aslıdır. Bu şəkildə yazmaq olar. Bir şeyə diqqət yetirin. Siz bu iki düstura fikir verin. PV böl 2, P kvadrat böl 2. İmpuls sabitsə kinetik enerji M-lə tərsdir. V sabitsə kinetik enerji M-lə düzdür. Bax, nəyin sabit olmağına fikir vermək lazımdır. Bax belə. İndi kinetik enerji bu MV kvadratı ilə bitmir. Topluda çoxlu əlavə şeylər də var. Bərabər sürətli hərəkətdə kinetik enerji necə dəyişir? Bərabər yeyinləşən hərəkətdə kinetik enerjinin qrafiki. Bax, bunlara fikir vermək lazımdır. Kinetik enerjinin qrafikləri deyə bir başlıq yaza bilərsiniz. Kinetik enerjinin qrafikləri. Deməli, Y kinetik T-dən bu cür asılı olacaq bərabər sürətli hərəkətdə. Yəni, əvəzləyici qüvvə 0 olanda kinetik enerji dəyişmir. Bərabər sürətli hərəkətdə bu şəkildə olacaq. Bərabər təcilli hərəkətdə kinetik enerji zamandan kvadratik asılı olacaq. Bax, bu şəkildə. Bu bərabər yeyinləşən hərəkət olacaq. Bərabər yavaşlayan hərəkətdə isə bu qrafiki yadınızda saxlayın. Daha çox tez-tez bu qrafiki salır imtahanlarına. Bərabər yavaşlayan hərəkətdə bu formada olacaq. Bu da bərabər yavaşlayan hərəkətdə kinetik enerjinin zamandan asılı qrafikidir. Bu şəkildə. İndi bərabər
sürətli hərəkətdə kinetik enerjini necə, sürəti necə kinetik enerji ilə əvəz etmək olar, onu sizə deyəcəm. Bir növ genetik əlaqə kimi. Bərabər sürətli hərəkətdə V S böl T düsturu ilə hesablanır və L böl T. Bu düsturu gətiririk ya da bu düsturdan sürəti tapıb gətirib burada nə edə bilərik? Yerinə qoya bilərik. Mən düsturu çıxartmıram, çünki düstur qarma-qarışıq olacaq. Bərabər yeyinləşən hərəkətdə isə bərabər yeyinləşən hərəkət. Orada tutaq ki, V sadələşdirmə yapır. V 0 sıfıra bərabər olsun. Onda sürət AT düsturu ilə hesablanır. Bu düsturu gətirirəm, kinetik enerjidə yerinə qoyuram. Olacaq mv kvadrat böl 2. Baxın indi, bu düsturu indi gətirib burada yerinə qoyacağım. Onda olacaq, xahiş edirəm, bunları mütləq qeyd edin. M A kvadratı T kvadratı böl 2. Sərbəst düşmə hərəkəti də yeyinləşən hərəkət olduğuna görə bunu sərbəst düşmə hərəkətində də deyək. Yazıram ki, sərbəst düşmə hərəkəti. Sərbəst düşmə hərəkəti də yenə də V0 sıfıra bərabərdir. V JT ilə hesablanırdı. Gətirirəm bunu yenə də Y kinetikin yerinə yazıram. MV kvadrat böl 2. Gətirib bu düsturu burada yerinə yazanda alınacaq nə? M J kvadrat T kvadrat böl 2. Bax, bu şəkildə bu kinetik enerjilərin düsturunu əlavə olaraq genetik əlaqə eləyə bilərik. Sonra yaza bilərik çevrə özlə bərabər sürətli hərəkətdə. Çevrə üzrə bərabər sürətli hərəkət. Çevrə üzrə bərabər sürətli hərəkətdə kinetik enerji necə tapılır? Xətti sürətin omega vur r və ya belə deyək 2 pi r n düsturu və yaxud 2 pi r böl t düsturlarını gətirib kinetik enerjidə yerinə yazırıq. Yazıram, y kinetik bərabər olacaq m, v-nin yerinə yazacağım omega r kvadratı böl 2. Olacaq m omega kvadratı r kvadratı böl 2. Və bir omega olan düsturu yazdıq. Sonra bunu gətirib aparıb yerinə yaza bilərik. Onu yazanda olacaq m 4 pi kvadratı r kvadratı n kvadratı böl 2. 2 ixtisar gedir, belə bir tənlik alır. Təbii ki, bu qəti şəkildə əzbərləmirsiniz. Sadəcə mənim kimi yerinə qoyub baxırsınız ki, nə alınır. Alınacaq kəsr ixtisar gedəcək. Alınacaq nə? 2 pi kvadrat r kvadrat n kvadrat vurulsun m şəklində olacaq. Bax, bu kinetik enerjinin haqqında düsturlardır. Gördüyünüz kimi bir xeyli düstur var. Təbii ki, bərabər yeniləşən hərəkətdə kinetik enerji artır, görürsünüz qrafikdə. Bərabər yavaşlayan hərəkətdə isə kinetik enerji azalır. Bu birinci qrafika uyğun F zaman qrafikini soruşsa sizdən, əgər kinetik enerji zamandan asılı deyilsə, FD qrafiki sıfırın üzərində olur. Bərabər və bərabər yavaşlayan və bərabər yeniləşən hərəkətlərdə isə F'in T'dən asılı qrafiki sabit olur. F'in T'dən asılı qrafiki sabit olur. Yəni bu şəkildə. Bax, bunlara diqqət yetirsəz, inanıram ki, testləri yaxşı yaza biləcəksiniz. Burada da bir əlavə olaraq kinetik enerjinin dəyişməsindən danışaq sizə. Kinetik enerjinin dəyişməsi. Bir kəmiyyətin dəyişməsini biz delta ilə işarə edirik. Delta Y kinetik bərabərdir. Y kinetik son çıxılsın Y kinetik başlanğıc.
Y kinetikin son yerine yazmaq olar. Mv kvadrat bölü 2 çıxılsın. Mv 0 kvadrat bölü 2. Bax, bu kinetik enerjinin nə idi? Dəyişməsidir. Bu şəkildə yazmaq olar. Şaquli yuxarı atılan cismin kinetik enerjisinin zamanla hansı qrafiki? Onları inşallah tam enerjini saxlama qanununda bir daha ora biz qayıdacağıq. Kinetik enerji haqqında deyəcəklərim bu qədər. Nəsə yadımdan çıxan oldusa, onlara biz inşallah test həllində üzə çıxacaq və orada sizə deyəcəm. Növbəti başlıq potensial enerji başlığıdır. Potensial enerji. Potensial enerji cisimlərin qarşılıqlı təsir enerjisidir. Əgər bir cisim yer səthindən müəyyən bir h hündürlüyündədirsə, bu cisim potensial enerjiyə sahibdir və bu potensial enerji mgh düsturu ilə hesablanır. Y potensial bərabərdir mgh düsturu ilə hesablanır. Potensial enerji skalyar kəmiyyətdir. Müsbət, mənfi və sıfır qiymətlər ala bilər. Vahidi 1 jouldur. 1 joulun açısını yenə deyirəm. Kiloqram vur metr kvadratı böl saniyə kvadratıdır. Və buraya yazırıq ki, bu necə kəmiyyət imiş? Skalyar kəmiyyətdir. Potensial enerji cismin kütləsindən, yer səthindən olan hündürlüyündən, planetin sərbəst uçma təcilindən asılıdır. Yəni biz sərbəst uçma təcilini dəyişə bilsək, potensial enerjini də dəyişmiş olarıq. Yəni eyni bir kütləli cismin aydakı potensial enerjisi ilə yerdəki potensial enerjisi fərqlidir demək istəyirəm. Hə. Burada potensial enerji əlavə olaraq sıfır səviyyəsinin seçilməsindən də asılıdır. Sıfır səviyyəsi nədir? Hündürlüyün sıfıra bərabər olduğu səviyyəyə biz sıfır səviyyəsi qeyd edirik. Adətən sıfır səviyyəsi yer səthi götürülür. Adətən sıfır səviyyəsi yer səthi götürülür. Əgər cisim yer səthindən yuxarıdadırsa, müsbət potensial enerjiyə sahib olacaq. Yer səthindən aşağıdadırsa, mənfi potensial enerjiyə sahib olacaq. İndi bununla bağlı bir sualı, bir şəkili çəkim göstərim ki, sizdə təsəvvür oyansın ki, sıfır səviyyə nədir? Tutaq ki, belə bir şey yazırıq. AB səthi var. Burada deyək, CK səthi var. Burada da yazırıq, MN səthi var. Fərz edəyin ki, bu CK səthi sıfır səviyyəsindədir. Yəni sıfır səviyyəsini CK qeyd etmişik. Hə. Vəziyyətlərdə ola bilər. Məsələn, cisim AB səviyyəsində olanda, fərz edin ki, AB səviyyəsinin bu sıfır səviyyəsinin hündürlüyü H-dır. Onda bir nöqtəsi üçün potensial enerji olacaq mgh. Yəni YP1 bir nöqtəsi üçün mgh olacaq. Burada da ikinci halda zaten bu sıfır səviyyəsində olduğuna görə ikinci halda potensial enerji sıfırdır. Üçüncü halda isə tutaq ki, cisim sıfır səviyyəsindən h qədər aşağıdadır. Onda isə potensial enerjisi olacaq mənfi mgh. Deməli, potensial enerjinin seçilməsi sıfır səviyyəsindən asılıdır. Adətən də sıfır səviyyəsi hara qeyd olunur? Yer səthi qeyd olunur, yer səthi götürülür. Burada h-ın yerinə sərbəst uçma zamanı gt kvadratı böl 2 düsturunda yaza bilərik. Potensial enerji haqqında çox da məlumata gərək yoxdur. Elə hesab edirəm ki, bu bilgilərə sahib olsaz, potensial enerjinin, yəni cismin malik olduğu potensial enerji haqqında kifayət qədər tez həll edə bilərsiniz. Hə, burada biz danışması üzərində durulası hansı məqam var? Yayın potensial enerjisi, yəni deformasiya olunmuş yayda olan potensial enerji. Yazırıq ki, deformasiya
Deformasiya olunmuş cismin potansiyel enerjisi. Eğer biz cismi, bak burada bir yay var. Bu yayı əvvəlki vəziyyətindən x qədər sıxdıqda və ya x qədər uzatdıqda və x qədər, bax bu F qüvvəsinin təsiri ilə x qədər uzatdıqda bu yayda potensial enerji depolanır. Raqatka atmısınız da, yəqin ki bu ox atanlarda da kamanı nə qədər uzaq dartsalar, o ox bir o qədər çox böyük məsafəyə gedəcək də. Yəni nə qədər çox dartılsa, nə qədər çox sıxılsa, onda potensial enerji daha çox depolanacaq. Deformasiya olmuş yayda yaranan potensial enerji bu üstündən hesablanır. Potensial bərabərdir. Kx kvadratı bölü 2 üstündən hesablanır. Burada k yayın sərtliyidir. X isə yayın uzanmasıdır. Biz bilirik ki F elastik kx-ə bərabərdir. Buradan da x-i tapsaq F böl k alarıq. Gətirib burada yerinə yazanda olacaq potensial enerjinin düsturu olacaq kx vur x böl 2. Kx-in yerinə mən fx yazaram. Olacaq fx böl 2. Və x-in yerinə f böl k yazaram. Baxın f vur f böl k. Bölünsün 2. Olacaq f kvadrat böl 2k. Deməli, potensial enerjinin 3 dənə düsturu oldu. Biri oldu kx kvadrat böl 2. Digəri oldu fx böl 2. Və sonuncusu oldu f kvadrat böl 2k. Verilmiş yay deyirsə, verilmiş yayda elastiklik k sabit olur. Sizə məsələnin şərtində əgər desə ki, verilmiş yay var, verilmiş yay o deməkdir ki, k-nı siz sabit götürməlisiniz. K-nı sabit götürəndən sonra görəcəksiniz ki, o x-la kvadratik asılıdır. Yəni potensial enerji verilmiş yay üçün uzanma ilə kvadratik asılı olacaq. Və ya burada digər şeyə də fikir verin. Potensial enerji burada f sabitdirsə ya da k sabitdirsə f-lə də yenə necə asılı olacaq? Kvadratik asılı olacaqdır. Baxın, burada belə bir qeyd yaza bilərsiniz ki, yayı sıxsaq da, uzatsaq da onun potensial enerjisi artacaq. Yəni yayı sıxsaq da, uzatsaq da onun potensial enerjisi artır. Yəni belə şəkil göstərirəm burada. Ta ki bu yaydır, bu sıxılmamış bir vəziyyətdir. Bu yayın üzərinə M kütləli yük qoyduqda təbii ki bu yay sıxılacaq, x qədər sıxılacaq. Onda bunun bu yayın, bax P yayın potensial enerjisi artacaq. Amma cismin potensial enerjisi baxın. Bu bir vəziyyətdən iki vəziyyətə gələndə ta ki bir vəziyyətdə belə idi, sonra iki vəziyyətə gəldi. Hündürlük azaldığına görə baxın, bu cismin malik olduğu potensial enerji azalacaq. Yəni P cismin potensial enerjisi azalacaq. İndi bunu belə tərsinə qeyd eləyək. İndi burada baxın, ta ki bu əvvəl bu vəziyyətdədir. M kütləli yük asmışıq. Bu vəziyyətdə durub. Bu birincisi bu vəziyyətdə durub. İndi bunu biraz da uzatmışıq. Gətirmişik bax bu vəziyyətə. Yəni birinci vəziyyətdən ikinci vəziyyətə gətirmişik. Bu da yer səthidir. Bu əvvəlkinə görə x qədər uzandı. Ona görə yayın P yayın potensial enerjisi artacaq. İndi cismin potensial enerjisinə baxın. Əvvəl yerdən olan hündürlük bu qədər idi. İndi yerdən olan hündürlük bu qədər oldu. Hündürlük azaldığına görə cismin potensial enerjisi azalacaqdır. Cismin potensial enerjisi azalacaqdır. Bax, bunlar potensial enerji haqqında önəmli qeydlərdir. Yəqin ki, siz qeydlər aparırsınız. Qeydlər aparsanız çox gözəl olar. Yəni, sizin üçün faydalı olar. Ona görə həmişə deyirəm ki, dərs keçəndə hökmən yanınızda qeyd dəftəri və qələminiz mütləq şəkildə olsun. İndi potensial enerji haqqında bir genetik əlaqə eləmək istəyirəm. Genetik əlaqə nə idi? Genetik əlaqə o idi ki, bir dərsin digər dərslə qohumluğu.
Ta ki burada bir yay var şagirdlər. Bu yay bu vəziyyətdə sıxılmamış vəziyyətdə durur. Və buradan da M kütləli cisim V sabit sürət ilə gəlir, bu yaya dəyir. Bu yaya dəyən kimi təbii ki, bu yayı x qədər sıxacaqdır da. Sürətlə gəlir axı. Bu M kütləli yük gəlir, bu yaya dəyir və bu yayı x qədər sıxır. Əgər enerji itkisi olmazsa, yayın bu cismin kinetik enerjisi tamamilə yayın potensial enerjisinə çevriləcək. Yəni mv kvadrat bölü 2 tamamilə bərabər olacaq nəyə? Kx kvadratı böl 2-yə bərabər olacaq. Hamısı bir yerdə. Buradan nə istəyirsiniz, sonradan nə edə bilərsiniz? Tapa bilərsiniz. M-i verər, V-ni verər, K-nı verər, X-i soruşar. Və ya X-i verər, digər kəmiyyətləri K-nı soruşa bilər. Bax, potensial enerji bir dənə də əlavə deyim potensial enerji haqqında. Deməli, burada biz dedik ki, potensial enerji deformasiya edici qüvvəyə bərabərdir. Baxdığımız birinci bu şəkillərdə potensial enerji elə ağırlıq qüvvəsinə, daha doğrusu elastiklik qüvvəsi elə ağırlıq qüvvəsinə bərabərdir. Yəni mg kx-ə bərabərdir. mg kx-ə bərabərsə biz bunu nə edə bilərik? X-in yerinə mg böl k yaza bilərik. Və bu düsturu gətirək kx kvadratında yerinə yazaq. Onda olacaq nə? Y potensial bərabər olacaq. M kvadrat, J kvadrat bölünmüş 2K şəklində olacaq. MC kvadrat. Deməli, yaydan asılmış yükün kütləsini artırdıqda yayın potensial enerjisi də nə eləmiş olacaq? Artmış olacaqdır. İndi mövzumuzla bağlı bir neçə dənə yenə də izahlı test nümunəsinə baxaq. Onunla da bugünkü dərsimiz yekunlaşacaq. Deməli, yenə də açırıq əvvəlki film toplunu. Buradan bayaq suallara baxa-baxa gəlirdik. Ekranda yəqin ki, görürsünüz. Məsəl üçün, ikinci sualdan başlayaq. Deyir ki, yer səthindən şarqılı yuxarı atılan cismin potensial enerjisinin zamanla hansı qrafik təsvir edilmişdir? Cismin başlanğıc sürətini hesablayın. Gəlin elə yeri gəlmişkən, elə bunları da deyim sizə, indidən aradan qalxmış olsun. Deməli, şaquli yuxarı atılmış cismin potensial və kinetik enerjilərinin zamanlı hansı qrafikini deyim, indidən bilmiş olasınız. Deməli, şaquli yuxarı atılmış cisim əvvəlcə bərabər yavaşlayan hərəkət eləyir, sonra bərabər yeyinləşən hərəkət eləyir. Ona görə də onun kinetik enerjisinin zamandan asılı qrafiki, baxın, bu şəkildə göstərilən formada olacaq. Yəni, baxın, əvvəlcə azalacaq, qalxma müddətində onun kinetik enerjisi 0 olacaq, burada tam enerji haqqında danışacağım. Sonra başlayacaq yeyinləşən hərəkət etməyə. Bu deməli, bu nə oldu? Şaquli yuxarı atılmış cismin kinetik və potensial enerjisinin zamandan asılı qrafikləri. Potensial enerjində nə olacaqsa, potensial enerjidə Y potensialın T'dən. Potensial get-gedə bu hündürlüyü artıraq, baxın. Daşı atmışıq göyə, V sürəti ilə get-gedə bunun sürəti azalır. Ən yuxarı nöqtədə sürət 0 olur. Sürət 0 olduğu üçün kinetik enerji də burada 0 olur. Hündürlüyü artdığına görə potensial enerji əvvəlcə artır. Qalxma müddətində
Potensial enerji maksimum olur, o tam enerjiyə bərabər olur. Sonra da başlayır neyləməyə? Azalmağa. Uçuş müddətində də azalır. Bunları biləndən sonra bilməzdik ki, bu nöqtə qalxma müddətinə, bax bu nöqtələr qalxma müddətinə uyğundur. İndi biz davam edək, bizim sualımızla davam edirik. Deməli, yer səthindən şarkılı yox cismin potensial enerjisinin zaman arası qrafiki təsvir edilmişdir. Cismin başlanğıc sürətini hesablayın. Deməli, buradan biz bilməliyik ki, bu qrafikdə bax, bu iki nöqtəsi qalxma müddətinə uyğundur. Qalxma müddəti burada 2 saniyədir. Hə, bəs kim qalxma müddətini düsturunu deyər? T qalxma bərabərdir. Buyurun. Bölünsün J. V0 bölünsün nə? J. Bizdən başlanğıc sürət istəyir. V0'ı tapsaq necə olar? C'dir. J vurulsun T qalxma. J bizdə 10'dur. T qalxma da 2'dir. O da eləyəcək 20. Doğru cavab Y variantı. Hə, indi burada bir şey də deyim sizə. Məsəl üçün, bugün keçdiyimiz düstura aiddir. X'in T'dən hansı qrafikin verib bizə? 6 kiloqramlıq cismin impulsu soruşulur. Əvvəlcə bu XT qrafikindən biz nəyi tapa bilərik? Sürətin modulunu tapa bilərik, düzdür? Necə tapaq deyin? Deyin. X minus Sıfır. X Bölü T. bölünsün T. Bizim X sıfırımız 30'dur. Son koordinatımız 10'dur. Deməli, 10 çıxılsın 30 bölünsün 5. Bu da eləyir neçə? Mənfi 4. İndi impulsun düsturunu yazırıq. M vurulsun V. 6 vur mənfi 4. O da eləyər mənfi 24. Modulu soruşduğuna görə olacaq 24. Bir neçə suala da yenə baxaq. Bir neçə qəbul suallarına da baxaq. Ondan sonra dərsimiz yekunlaşacaq. Burada bayaq dedim, yadınızda qaldısa, bunu deyə bilərsiniz. Cismin impulsunun proyeksiyasının zamanı hansı qrafiki verilmişdir? F'lərin müqayisəsini soruşur. Deyə bilərsinizmi? Cavab nədir? F2'den o da F3'ten. D variantı. Bəli. B yoxsa C? Nətə oldu? B'dir. D dedim D. D variantı. Bəli. Bunu necə edirsiniz? Buranı köçürdürük bura. Bura oldu nə? Alfa 3 bucağı. Dərsdə dedimdə səhv etmirəmsə. Bura olacaq alfa 2. Burada olacaq alfa 1 bucağı. Deməli, alfa 1 böyükdür alfa 2'dən. O da böyükdür alfa 3'dən. Və tangens alfa da bizə nəyi verirdi? F'i verdiyinə görə onda bu testin doğru cavabı olacaq D variantı. Çünki bucaq artdıqca qüvvə də artacaq. Sonra FT qrafikində deməli FT delta P bərabərdir. F vurulsun T'dir. Burada F'in T hasili var. Fizikada nə demişdik? Hasil varsa nə tapırdıq? Orada biz sahə tapacağıq. Burada F'in T'ye hasili var. F'in T hasili isə bizə impulsun dəyişməsini verir. Deməli, burada cavab olacaq cismin impulsun dəyişməsi. Sonra görək burada nə var? Yenə də qrafikdir. Bizdən bu dəfə nə soruşur dəyərli şagirdlər? Maksimal qalxma hündürlüyündə nə soruşur? Potensial enerji. Burada deyin görün T qalxma neçədir? T qalxma burada 2'dir. İndi Y potensialın düsturu necə yazarıq? Kim deyər? Yadınızda qalıbsa deyin. M J MJH. MJH maksimum. Və H maksimalın düsturunu bilmirsiniz keçən dərslərdə. H maksimal bərabərdir. JT qalxma kvadratı böl 2. Bu düsturu gətirib yerinə yazırıq. Bax, burada yerinə yazanda nətər düstur alınır deyin. M J kvadrat T qalxma kvadratı böl 2. Ümumiyyətlə bu düsturu yaxşı öyrənin. Bu düstur bu dərsə çox lazım olacaq. Həm kinetiki tapanda lazım olacaq, həm də potensial enerjini tapanda lazım olacaq.
Deməli, M nə qədərdir dəyərli şahidlər? M bizdə 30 qramdır. 30 qramı çevirirsən 0,3. J-nin kvadratı eləyər 100. T qalxmanın da kvadratı eləyəcək 4. Bölünmüş 2. Bu da eləyəcək 6 joule. Bunlar sadə suallardır. Bir dənə də qeyd etdiyim məsələdə yazırsınız ki, patlama qeyd eləyərsiniz bunu dəftərinizə. Patlama məsələlərində patlama patlama suallarında kinetik enerjinin P kvadrat bölü 2M düsturu ilə getməlisiniz. İndi bu sualda biz P kvadrat bölü 2 ilə getməliyik. Niyə görə bu düsturla gedirik? Bayaq biz dərsdə ispat etdik ki, patlama anında impulslar bir-birinə nə olur dedik? Bərabər olur. Ona görə də P sabitdir. Y-kinetik M-lə necə asılıdır şagirdlər? Ters. Ters. Tərs asılıdır. Ona görə birinci qəlpənin, yəni kütləsi M olan qəlpənin kinetik enerjisi Y-dirsə, kütləsi 3M olan qəlpənin kinetik enerjisi olacaq Y bölünsün 3. Ona görə də doğru cavab olacaq D variantı. Sonra bir dənə də buradan deyək. 180 dərəcə dönərsə, neçədə bir perioddur bu? 2'de 180. 1. Bəli, Evet. 2-də 1 periodda sürət 2 P olur. sürət dəyişməsi nə tərəf olacaqdı? 2 Sürət V. 2 dəyişməsi V. 2V'dir. İmpuls dəyişməsi də 2 MV F. olduğuna görə Peki. olacaq. Delta P bərabər olacaq. M vurulsun 2V. Yəni 2MV. Vəssalam 2 vurulsun 3 vurulsun 2. O da eləyər 12. Cavab C. 80 değil də 90 dərəcə olsaydı nə olardı? 4'te 1 onda kök 2 olacaktı. Bəli, kök altda 2 MV, düzdürmü? Kök Bəli. altda 2, 2, 6, kök altda 2 B variantı olacaqdı. 360 dərəcə desəydi nə olardı? 0. 0 Sıfır. olardı. Bəli. Bunlar çevrə öz hərəkətlə genetik əlaqə suallarıdır. Burada impulsun T'dən asılı qrafiki verilib, cismin kütləsi soruşulur. Deməli biz yazırıq ki, F bərabərdir, delta P bölünsün delta T'dir. F'in yerinə biz yaza bilərik ki, mg. mg bərabərdir delta P böl delta T. Bu delta P'ni bəzən modulda yazırlar ki, söz-söhbət olmasın. Delta P 5 saniyə ərzində neçə olub? 20-dən 5-ə düşüb, düzdür? 15. Bəli, 15 bölünsün. Bu vaxta qədər nə qədər zaman keçib? 5. Beş. Onda deməli alırıq ki, bu 3-dür. M vurulsun, 10 vurulsun, bərabərdir 3-ə. Deməli, burada M neçə imiş? 0,3 imiş. Beləliklə, əziz abituriyentlər, bu gün biz